Çoxunuzun görəndə irgənəcəyi bu vəziyyət mənim öz doğma anamın evidir. Bir övlad olaraq bu görüntüyə mən xəcalət çəkirəm. Bu bir evin, bir ailənin faciəsi deməkdir. İllərlə əziyyətlə qəpik-qəpik alınan hər bir malının heç olması puç olması deməkdir. Yaşadığımız yerin adı Bakıdır, amma özünün Bakı ilə heç bir əlaqəsi yoxdur. Niyə məhz bizim ölkədə yağış yağanda insanlarımız bu vəziyyətə düşməlidir? Mən bilmirəm, siz mənə deyin, bu ev indən sonra necə ələ gələr? Bu evdə hansı əşyanı ikinci səfər işlətmək olar? Qışın günü bu yağışlı havada, soyuq havada bu insanlar neynəməlidir? Hara getməlidir? Harda yaşamalıdır? Hanı bu kanalizasiya sisteminə baxan insanlar? Hanı bunun işçiləri? Bizim yaşadığımız yer paytaxtdır. Hanı bu paytaxtın kanalizasiya sistemi? Bir paytaxtın kanalizasiyası bu gündə olar. Bir paytaxtın insanları, yaşayış əhalisi bu vəziyyətdə olar. Bu dəqiqə kənddəki insanların evinin qapısını açsan heç bu vəziyyətdə olan yoxdur. Tək anamın evi bu vəziyyətdə deyil. Hal-hazırda mənim anam və mənim anamın yan ətraf qonşuları hamısı bu vəziyyətdədir. Nə bir elektronikaları qaldı, nə mebelləri, nə yorğanları, nə döşəkləri, nə ayaqqabısı, nə paltarı. Bu insanların axırı necə olacaq? Şəxsən mən bir Azərbaycan vətəndaşı olaraq bu vəziyyətdən utanıram və iyrənirəm. Bugünkü günü mənim anam və yaxınlarımın evinin bu vəziyyətdə olması məni çox narahat edir. Mənim anamın və yaxınlarımın gedəcək başqa evi var. Bəs başqa evi olmayanlar neynəsin? Xahiş edirəm, bu məsələ ilə bağlı hansı səhifələri tağ etmək lazımdırsa tağ edin. Qoy görsünlər ki, əhalimiz nə vəziyyətdə yaşayır.